18 yaşına qədər səhv etmirəmsə olan ailələrə bir atanın işləməsi kifayət edir və bu da normaldır. Üzr istəyirəm və real yanaşmadır. Ona görə ki, atalar yetmir. Milli Məclisdə dəyərli vəkillərimiz var. Amma Günay Ağamalı və bəziləri qadanı zalım danışmayın. Oturun sakitcə öz kreslonuzda. Nə qanun qəbul etsələr, başınız çıxsa əl qaldırın, çıxmasa da baxın sağa sola. Gördünüz, hamı əl qaldırır, siz də qaldırın. Tək atanın işləməsi 8 yaşlı uşaqlara qədər yetərlidir sözünü hansısa həkim, müəllim desəydi, mən heç ağzımı açmazdım. Amma təəssüf ki, bunu deyən millətimizin vəkilidir. Bu danışıq çünki deputat danışığı deyil, qadan zalım. Görün nə vəziyyətdir ki, sizin sözünüzə aparıcı özünü saxlaya bilməyib şaqqanaq çəkdiyi, özünüz bilə-bilə yalan danışırsınız.